Deməli müəllimlər, sağlamlıq mövzusu ilə bağlı 20 sual. Sizin sualınız yox idi, hər şeyə başa düşdünüz. Əla. Biz 20 suala baxaq. Birinci sual. Səyət müəllim, oxuyaqmı? Ya mən oxuyum, siz Bəli müəllim. cavab verirsiniz. Necə istəyirsiniz? Oxuya bilərəm müəllim. Buyurun, Olar oxuyum. buyurun. Birinci sual. Müəllim şagirdləri ümumiinkişaf hərəkətlərini təyinatına görə fərqləndirmələrini qiymətləndirirsə, müəllim hansı məzmun xəttini reallaşdırıb və hansı qiymətləndirmə üsulu ilə qiymətləndirməlidir? Müəllim, burada elə bir ki, ümumiinkişaf hərəkətlərini təyinatına görə fərqləndirmək varsa, biz demişdik müəllim, informasiya təminatı və nəzəri biliklərdir. Aha, Üsul isə qiymətləndirmə üsulu şifahi. bəli. Şifahi. Və yaxud da şifahi və Bəli, yazılı da ola bilər. Yəni testlə, bəli. sual da verə bilər. Amma yəni yalnız şifahi veribsə variantı fərq etməz də. Çünki deyir ki, qiymətləndirmə üsulu şifahi və yazılı. Yəni testdir. İnformasiya təmin nəzər biliklər, məzmun xətti üzrə bizim qiymətləndirmə üsulumuz. Əla. Bəli, Deməli, ikinci sual. aha, Bəli, müəllim. oxuyun. İnsan qaməti nədən formalaşır? Müəllim, bayaq dediniz bunu. Dayaq, hərəkət aparatı və əzələlərdən. Əla. Üçü də oxuyun. Üç oxuyun müəllim. Orqanizmin bioloji tamlığını təmin edən müxtəlif funksional sistemlərin qarşılıqlı ahəngdar orqanizmin bioloji tamlığını təmin edən müxtəlif funksional sistemlərin qarşılıqlı ahəngdar fəaliyyətini əks etdirən vəziyyət. Müəllim, bu sağlamlıqdır. Bəli, bu sağlamlıqdır. Təşəkkürlər. Dördüncü sualı oxusun. Buyurun. Kim var burada başqa müəllimlərdən? Baxaq. Zərifə müəllimə burada, Yaşa burdadır. Hə. Zərifə müəllimə oxuyaq dördüncü suala bax. Yaxşı. Üçüncü sual. Dördüncü sual. Yoxsa dördüncü. Zülalın orqanizm üçün funksiyası hansıdır? Burada C bəndidir. Orqanizm toxunmalarının inkişafına və bərpasını təmin edir. Bəli, bəli, əla. O birisini də oxuyum mən. Bəli, bəli, oxuyun. 3 sual oxuyacağıq. 5-ci. Sağlamlığın həyat tərzinə aid deyil. Sağlamlıq həyat tərzinə aid deyil. Ahəngdar fiziki nizam, intisam, produktiv sağlamlıq, həkimə mütəmadi müraciət. Bəli, yəni adam həkimə mütəmadi müraciət etsə bu necə sağlamdır? Yəni sağlam həyat tərzi keçirmir yəqin ki. Əla. Bəli, deyilir. 6-cı sual. Orqanizm enerji olan tələbatının faizi karbohidratlar vasitəsilə necə təmin olunur? 70-75, 40-45, D bəndi 50-55%. Bəli, 50-55% karbohidratlar tərəf vasitəsilə təmin olunur. Əla. Təşəkkür edirəm müəllimə. 7-ci sual. Yaşar müəllim oxuyun. Oldu müəllim. Hərəkətin və hərəki fəaliyyətin icra keyfiyyətini müəyyənləşdirin. İnsanın anadan gəlmə və həyatda qazanılmış həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyəti. Yaşar müəllimdə səs getdi yəqin ki. Hansıdır müəllimlər bu? anadan gəlmə və həyatda qazanılmış hərəki fəaliyyət deyil, hərəki qabiliyyət, fiziki hazırlıq deyil, hərəki vərdiş deyil, fiziki inkişaf, hərəki qabiliyyət. Müəllim, fiziki inkişafdan hərəki qabiliyyətin arasında qalmışam. Bu çox güman ki, fiziki inkişaf. Yaşar, Yox, bu müəllim. elə hərəki qabiliyyətin tərifidir birbaşa. Hərəki qabiliyyətlər sözünün birbaşa tərifidir bu cümlə. Həyatda qazanılmış. Anadan gəlmə. Bəli, Anadan gəlmə. bəli. Bəli, bəli. Anadan gəlmə, bəli, müəllim. 8 oxu. Deməli, orqanizmi möhkəmləndirmə prinsipinə daxil deyil. Tədriclik, sistemlik, fərdi xüsusiyyətlərin nəzərə alınması, müxtəlif sağlamlaşdırıcı vasitələrdən istifadənin isti və soyuq prosedurla növbələşməsi. Müəllim, müasirlikdir burada. Bəli, bax, orqanizmin möhkəmləndirmə prinsipinə daxildir. Deməli, digərləri daxildir. Məsələn, tədricilik daxildir. Niyə tədric? Deyir ki, möhkəmləndirmə prinsipinə daxildir. Bir nümunə kimi deyək də,
koronavirus yayılmışdı. Düzdür? Hamı maskada gəzdi, nə bilim, hamını qapadılar içəri və s. Tədbir elədilər də, yəni ki, yayılmasın. Möhkəmləndirmə prinsipinə daxildir. Nümunə kimi dedim ha. Sistemlilik, əlbəttə ki, bir konkret bir sistemlilik, sistemli deyək ki, fiziki hərəkətlərlə məşğul olmaq, hansısa bir idmanla məşğul olmaq, yəni hərəkətləri, elementləri bir sistemə salmaq orqanizm möhkəmləndirmə prinsipinə daxil ola bilər. Mütəmadi də. Bəli. Fərdi xüsusiyyətlərin nəzərə alınması əlbəttə ki, nəzərə alınmalıdır. Deyək ki, fiziki inkişafı və yaxud da ki, funksional inkişaf səviyyəsi və s. Bunlar mütləq nəzərə alınmalıdır. Müxtəlif sağlamlaşdırıcı vasitələrdən istifadənin isti və soyuq prosedurlarla növbələşdirilməsi əlbəttə ki, lazımdır. Çünki bəzən belə deyək də, eyni elementləri bütün insanlar deyək ki, eyni cür əzələlər quruluşuna və yaxud da ki, eyni cür orqanizmə sahib deyirlər ki, birində bir fərqlilik var və s. Bütün bunlar nəzərə alınmalıdır. Amma müasirlik möhkəmləndirmə prinsipinə dərəcədə daxil olar, yəni bəlli deyil. Ona görə burada müasirlik yanlış cavab. Aydındır mənim. O 9-cu sual 8-dən eynidir müəllim. Mən onu oxumalıyam da. Bir saniyə, onu oxuyaq. Aha. Fiziki inkişaf göstəricilərinə aid olanı seçin. Fiziki inkişaf, bir də funksional inkişaf. Boy çəki indeksinin nəbz vurğusu, ağciyərlərin həyat tutumu, döş qəfəsinin eni, nəbz vurğusu, ağciyərlərin həyat tutumu, ağciyərin həyat tutumu, boy çəki indeksi. Müəllim A variantıdır. Aha. Yox. Yox, müəllim. Yox. Fiziki inkişafda, Yaşar müəllim, çöldə, E Səhv saldım. bəndiri. bəli, nə hansı variant? Y E bəndi, bəndi. müəllim. Bəli, E bəndi. bəli. Y bəndi. Y variant. O burada deməli müəllim boy çəki indeksi nəbz vurğusu. Boy çəki indeksi döş qəfəsinin eni. Hə müəllim burada bir dənə bu nəbz vurğusu ilə onu səhv saldım. Nəbz vurğusu işləri korlayır. Niyə? Çünki o aiddir funksional inkişafa. Aydın, mən onu fikirləşmədim. Bəli müəllim, düzdür. Orada bir dənə onu təbii ki səhv düşündüm. Tələsirəm müəllim, biraz belə pis çıxmasın. Fikirləşsəm rahat taparım. Nəsə tələsirəm. 12-yə də baxın. Yaşar müəllim. 11-ə, 12-yə. Hə, 11-ə. 11-ə. 11-də hə müəllim bunun əksidir. Elə bir ki, funksional inkişafdan burada söhbət gedir. Aha. Funksional inkişafda ağciyərlərin deməli boy çəki davranış bu deyil. Nəbz vurğusu, ağciyərlərin həyat tutumu, boy çəki icra, nəbz vurğusu, döş qəfəsinin eni. Müəllim burada B variantıdır. Bəli. Nəbz vurğusu, ağciyərlərin həyat tutumu. Fiziki olaraq desə, xaricdən söhbət gedəcək, yəni bildiyimiz, gözlə görə bildiyimiz boy, çəki və s. Amma funksional olarsa daxili sistemlərdən söhbət gedir. Nəbz vurğusu, ağciyər tutumu. Təşəkkürlər müəllim. Tam başa düşdüm. Təşəkkür edirəm. Səyət müəllim oxusun 12. Bəli, müəllim. 12-ci sual. Gövdənin və ətrafların bir-birinə nisbətən mütənasib ölçüdə olması. Bu Fəxri müəllim hipodinamiyadır. Mütənasib ölçüdə olması. Niyə? B bəndi. Yox, bir dəqiqə Harmonik. müəllim. Mütənasib ölçüdə olması. Bəli. Harmonik fiziki inkişafda müəllim. Əlbəttə ki də, yəni harmonik nə deməkdir? Yəni mütənasib bir-birindən qarşılıqlı, eyni ölçüdə harmonik fiziki inkişaf. Fəxri müəllim, burada hipodinamiya məni çaşdırdı. Onu Yox. oxşatdım. Yox. Ümumi inkişaf hərəkətləri ola bilməz. Hərəkət etdiyimiz başqa anlam, hipodinamiya başqa, gemostaz ayrı, sabitlik, daxili sistemin sabitliyi və s. Amma harmonik fiziki inkişaf ətrafların bir-birinə mütənasib ölçüdə inkişaf etməsi. Başa düşdüm müəllim. 13-cü sual. Şagirdin nəbz vurğusu 10 saniyə ərzində 12-dirsə, bu halda nəbz vurğusu neçəyə bərabərdir? Müəllim, burada altını vurdum 12-yə, 72 cavab B. Aha, əla. Digər 6 burada müəllim 60 saniyə idi.
Ha, bax deyirik ki, bax o söz dedim, bax Yaşar müəllim. Deyirəm ki, 1 dəqiqə ərzində Bəli. ölçülməli. Düzdür. Əgər 10 saniyə ərzində ölçmüşəmsə, aldığım nəticəni, məsələn, deyirik ha 10 saniyə ərzində 12-dir. 10 saniyə ərzində 12-dirsə, o 12-ni 6-ya vurmalıyam ki, mən baxım ki, 1 dəqiqə ərzində neçədir. Başa düşdünüz? Nə bizə olsun. Aydındır. Ha, Aydın, başa düşdüm. əla. 14. Toyuq korluğu adlanan və alaqaranlıq şəraitdə görmənin pozulmasına səbəb olan hipovitaminoz xəstəliklərin meydana çıxması hansı vitamin çatışmazlığı nəticəsində baş verir? Müəllim, təbii ki, bunu demişdiniz. A- Dərinin quruluğu, sonra toyuq korluğu A vitaminidir. Bəli, bəli, təşəkkürlər müəllim. Əla. Buyurun müəllim. Digər müəllimlərdən Kəmalə kim var? müəllim qoşuldu. Kəmalə müəllimə burdadır. Hə, indi qoşuldu. Başqa kim var müəllimlərdən oxumaq istəyənlərdən? Mən oxuyum Mən- yenidən. Bəli, Bülül müəllimə burdadırmı? bəli. Oxuyaq Bülül müəllimə. Bəli. 15-ci sual idi də, hə? Bəli. Hə. Bunlardan hansı boy artımına müsbət təsir göstərir? Oxuyaq. 30 metr məsafəyə qaçışlar, yox, turnikdə sallanmalar. Ben görüm 60 metr məsafəyə estafet qaçışı, 1500 məsafəyə cross qaçışı, basketbol və turnikdə sallanmalar. Bəli, Burada D basketbol var. oyunu. Əla. Turnikdə Düzdür. sallanma elementləri, basketbol oyunları, hansı ki tərkibində sıçrayış elementləri və s. çoxdur. Və Hı hı. turnikdə sallanma özü də boy artımına müsbət təsir göstərir. Əla. 16-nı da oxuyaq müəllimə. Skalyoz xəstəliyinin yaranma səbəbləri hansılardır? Çox qaçmaq və voleybol oynamaq, fiziki hərəkətlərdən imtina və əzələ qüvvəsinin zəifliyi, düzgün qidalanmamaq və səliqəsiz geyinmək, gimnastika və üzgü ilə məşğul olmaq. Burada fiziki hərəkətlərdən imtina və əzələ qüvvəsinin zəifliyini götürərdim mən Bəli. bəlkə də. Əlbəttə ki, fiziki hərəkətlərdən imtina və əzələ Bir də əzələ zəifliyi doğrudur. Skalyoz xəstəliyinin yaranma səbəblərindən biri də bu olar. Məsələn, başqa düzgün oturmamaq, düzgün oturuş, bayaq dərs başında nə dedik onu. Bunlar da skalyoz xəstəliyinin şahidlərin düzgün əyləşməməsi part arxasında. Bunlar da skalyoz yaranması səbəb ola bilər. 17. Aha. Hə. 17-ni oxuyaq. Bəli. İnsan bədənində neçə tip əzələ toxuması mövcuddur? Bu sualın cavabını Aha. verə bilmirəm. İnsan, Verə bilmirəm. insan Dedi bəndə 3. 3-dür. Hansılardır? Hə, hansılardır? Və əzələ toxuması məncə ürək əzələ toxuması biri amma Skelet, saya, skelet, ürək, müəllim. hə, biri də hə, Aha. biri də elə bil. Bəli, bəli, Biri bəli. saya. Saya, Əzələ toxuması. skelet, ürək. Bəli, bəli. Skelet, Saya, hə. ürək, skelet əzələ toxuması. 3 tip əzələ toxuması mövcuddur. Əla. Digər müəllimlərdən kim var? Təşəkkürlər Bülül müəllimə. Başqa kim oxumaq istəyir? Kim cavab vermək istəyir? Kəmalə müəllimə Kəmalə müəllimə gəlmədi deyəsən. Gəlib, burdadır amma burdadır. Oxumaq istəmirsə biz davam edək. Bülül müəllim 18-də siz oxuyun, 3-ü siz oxuyaq. Oxuyaq. Müəllim buradayam mən, amma eynəyim yoxdur deyə oxuya bilməyəcəm. Oldu müəllimə. Yox, oxuyum mən. Buyurun. Oxuyum fəxri mən. Bəli, bəli, oxuyaq. Orqanizmin dayaq hərəkət aparatı və əzələ sistemi əsasında bədənin formalaşmış vəziyyətidir. Aha. Dayaq hərəkət. Çox üzr Qaçış istəyirəm Bülül müəllimə. davranışı. Siz sualı oxudunuz, Kəmalə müəllimə cavab versin buna. Olar. Hı. Mən oxuyum da. Bir Aha. oxuyum, lap müəllimə Hə. qulaq asın. Aha. Orqanizmin hərəkət aparatı və əzələ sistemi əsasında bədənin formalaşmış vəziyyətidir. A. Məkik qaçış, B. Davranış forması, C. Qamət, D. Hı. Hərəkət, Y. Təqəllüs. Hansıdır Annem Kəmalə müəllim? burada qamət döyür, orqanizm dayaq hərəkət. Bəli, Aparat. bəli. Əla Kəmal. Bəli. Əla, qamətdir. Təqəllüs nədir? Əzələrin yığışması, hərəkət, vaxtı fəzada yer dəyişmə, məkik qaçış çeviklik hərəkət qabiliyyətinə aid davranış forması deyil. Bu dayaq hərəkət aparatı və əzələ sistemi qamət.
Əla. Oxuyum Hə, 19-da. mən 19 mənim oxuyun da belə böyüdüb oxuyuram mən. Aha, Zülalın oxuyaq, davam edək. orqanizm üçün funksiyası nədən ibarətdir? Bəli. A. Orqanizmin mənim oxuyun da müəlliməm. Oxuyuram, mən oxuyuram. Bir dəqiqə, siz narahat olmayın, mən oxuyuram. Orqanizmi fiziki və funksional fəaliyyətini həyata keçirmək üçün enerji ilə təchiz edir. A variantıdır bu. B variantı. Orqanizmdə gedən proseslərə nəzarət edir. C variantı. Orqanizmdə gedən prosesləri ilk növbədə maddələr mübadiləsini asanlaşdırır. D variantı. Orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir. Y variantı. Qidanın orqanizmdə mənimsənilməsini asanlaşdırmaq üçün zəruri amildir. Zülalın orqanizm üçün funksiya. Bəli. Mən burada deyirəm, yeni deyirəm. Yox. Nə bilim Y düz variantı Yox. liflərə aiddir müəllimə. Qidanın orqanizm mənimsənilməsini asanlaşdırmaq üçün zəruri amildir, zəruri bir vasitədir. Bu liflərə aiddir. Yeni çıxdıq. Yeni mən dedim sizə. Aha. Burada deyil. Fəxri müəllim deyə bilərəm. Bəli, deyin. Burada D variantıdır müəllim. Orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir. Bəli. Bəli, deyil. Toxumaların inkişafını və bərpasını təmin edən proteinlərdir, yəni zülallardır. Zülallardır, deyib bəli. 20-ni də oxuyaq. Oxuyaq. Fiziki yükün təsiri ilə yaranan və orqanizmin iş qabiliyyətinin azalması ilə müşayiət edilən vəziyyətdir. A. Ümumi dözümlük. B. Hərəki bacarıq. C. Variasiya. D. Motor sıxlığı. Y. Yorulma. Fiziki yükün təsiri ilə yaranan və orqanizmin iş qabiliyyətinin azalmasından gedir. İş görmüşəm, İyi neynirəm? İş görürəm, neynirəm? Yorulma. Yorulma. Bəli. Yorulma. Əla. Y bəndi, yorulma. Əla müəllimlər. Çox qəşəng, mükəmməlsiniz. Əla, belə davam eləməliyik. Və inşallah ki, imtahandan yaxşı nəticə yığacaq. Bu formada davam eləsək. Allah qoysa inşallah. Özünüz də yəqin ki, baxırsınız müəllimlər. Çox üzr istəyirəm. Haşiyədə biraz kənara çıxıram. Bəzən yəqin ki, baxırsınız da başqa digər testlərə, hazırlıq keçən müəllimlərin qoyduqları suallara da belə deyək. Görürsünüz, çox sadə, primitiv suallar görürsünüz da orada. Yəqin ki, bizə o tip sadə, primitiv sual düşməyəcək. Yəni, baş qatmaqdan başqa bir şey deyil onlar. Biraz mövzunun dərinliyindən suallar salsalar daha yaxşı olar. Nəsə onların işidir. Biz inşallah ki, müsbət, yaxşı nəticə üçün çalışırıq. Ona görə 51 plus üçün çalışırıq hamımız. İnşallah. İnşallah. İnşallah.